baxın, gəlin belə düşünək də, biz dəhlizdən keçdik. Keçdik. İndi gəldik, indi qonaq gəlmişdi. Qonaq otağına gəldik. Hə, qonaq otağına bax, dizaynında bax belə deyim də, ümumiyyətlə nə işlədərdiniz orada? Boya işlədərdiniz yoxsa girərdiniz yenə dekorativ işləmə? Mən bunu divar kağızı və Fuad bəy sair. olaraq düşünüm, yoxsa Yox, düşünün ki, belə deyim də, bir sizə belə deyim, tam azadlıq veriblər və nə edərdiniz özünüz? Mən özüm ümumiyyətlə çox minimalistik sevirəm və kənar əşyaların gözümdə olması məni incidir. Düşünməmin qarşısını alır. Amma yenə də qonaq otağıdır da. Qonaq yəni, otağıdır, qonağı tamam. qarşılayacaq. Bəli, razıyam sizdən, amma qonaq otağında qonaqdan çox mən vaxt keçirdiyim üçün ona görə müəyyən qədər o olmalıdır və amma biraz fərqli olur da qonaq otağı həmişə. Qonaq otağıdır və dəhlizdir. Bizim üçün ümumiyyətlə əsas faktorlardan biridir. Niyə? Çünki qonaq otağı birinci, niyə dəhliz önəmlidir? Qonaq otağı niyə önəmlidir? Ona görə dəhliz önəmlidir ki, gələn ilk adama təəssüratı yaradan hol olur. Dəhliz olur. İlkin tanışlıq, siz nə qədər qonaq otağını bəzəyib düzəsəniz də, əgər dəhliz yetərli deyilsə, o zaman onun ağlında elə dəhliz qalacaq. Tamamlamalı da bir-birini belə. Bəli, yox, tamamlamalıdır başqa şey. Elə bil ki, dəhliz və qonaq otağı fikir versəniz bizə aid olmayan zona kimi dizayn olunur. Bax, deyir ki, yataq otağına ucuzlu divar kağızı və ya boya qoyaq, amma qonaq otağına qoymuruq. Fikir vermisiniz də yəqin ki ona. Niyə? Çünki burada bizdə bir göstərişi sevmək var da. Ki göstərişim ki, əslində mən həm də biz özümüzdən daha çox qonağı fikirləşirik deyə. Ona görə onun komfortunu fikirləşirik ona görə. Ona görə dəhliz və qonaq otağı bizim üçün çox əhəmiyyətlidir. Buna daha çox məbləğ aparan hissələr bu ikisi olur normalda. Keçirik sonra hansı otağı deyirsiniz? Məsələn, qonaq otağında nəyə fikir verərdim? Qonaq otağında zonalara fikir verərdim. Minimal 3 dənə zona olmalıdır. Bir, yemə zonası ki, bu standartdır. Yemək yeyildi. Bir, divan və televizor zonası. İstirahət kimi də. Bir də istirahət zonası. Divan zonası, istirahət zonası deyil. Yox. Televizora baxırıqsa, kimin üçünsə istirahətdir, bu kimin üçünsə ümumiyyətlə istirahət deyil. Yox, baxmayaq televizora. Amma bir hissə olur ki, hansı ki o daha çox sakit qalmaq üçün, əgər evin xanımı varsa 2 dənə kreslo qoyulur. O xanımlar üçün ayrıca bir zona sayıla bilər. Kitab oxumaq üçün ayrıca bir zona sayıla bilər. Diskussiya üçün ayrıca bir zona sayıla bilər. Bu 2 nəfər üçün nəzərdə tutulur, maksimum 3 nəfər üçün. Amma divan normalda ümumi ailə üçün nəzərdə tutulur. Məsələn, belə deyək də, biraz da qəlizləşdirsək söhbəti, divan olur ümumi danışıqlar üçün zona, kreslo və yaxud da ki, orada qoyulmuş əlavə bir dincəlmə zonası olur, xüsusi bir zona. Xüsusi söhbətlərin aparılması üçün bir zona. Maraqlıdır.